Salam əziz uşaqlar, dəyərli şagirdlər, abituriyentlər. Deməli, bugün 9-cu sinif buraxılış DİM-in hazırladığı xüsusi buraxılış sınağı üzrə, 20 sınağı üzrə ilk sınağının üzrə davam edəcəyik. Deməli, dil qaydaları üzərindən və digər mətnlər üzərindən davam edib gedəcəyik. Deməli, şərt olaraq cingilti samitlərin sayı kar samitlərdən çoxdur, 2 saat uzanır, səhv yazılıb, 4 hecalıdır. Bu şərtləri ödəyən söz olmalıdır. Yazıla biləcəkdir bizə. Deməli, şairanə və dahiyanə. Yadda saxlayın ki, bu anə və yanə şəkilçiləri qoşulan sözlər, onlarda 2 uzanma olur həmişə. Yəni, o sözün qoşulduğu sözdə 2 uzanma olur. Birinci uzanma sözün kökündə var, şairdə, dahidə. İkinci uzanma isə yanə və anə şəkilçisinin üzərindədir. Gördünüz, 2 dənə uzun tələffüz var burada. Və burada şair sözün kökü anə leksik şəkilçidir. Dahi sözün kökü yanə də leksik şəkilçi. Bunlar zəftərdən şəkilçilərdir. Aha, bizim işimiz onunla deyil. Yenə də 4 hecadır. Digər şərtlə baxırıq. Deməli, 2 uzanma harada deyir o? 2 uzanan sait var deyir. Bu şərti ödədi ikisi də. Sonra cingilti samitlərin sayı kar samitlərdən çoxdur deyir. Baxaq. Şükar r-la n cingiltili. Aha, bu düzdür. Bunu ödədi. Burada da d y-n cingiltili, h isə nədir? Kardır. Əgər cingiltili samitlərlə probleminiz, kar samitləri ayırma probleminiz varsa, pişik, həftə, sexçi sözlərini əzbərləyin. Onlar ancaq kardır və xışdırıq, yığışdırıqı da, kişdırıqı da qatın yanına olur, bitir. Yəni, rahatdır. Ondan sonra digərlərini rahatcaqla çıxara bilirsiniz ki, cingiltili ya kardır. Hə, indi bu şərti də ödədi. Qaldı 4 hecalıdır. 1, 2, 3, 4. Heca da bilirik ki, nə qədər sait varsa o qədər heca vardır. 1, 2, 3, 4. Və sözün yazılışı üzərində aparılır, tələffüz üzərində yox. O şərti də ödədi. Qaldı səhv yazılmaq söhbətində. Səhv yazılıbdır. Şairanə düz yazılıb, dahiyanə düz yazılıb. Deyəcəkdim ki, düz yazılmayıb. Nəyə görə? Çünki bu dahiyana yazıb. Dahiyana deyil o, dahiyanə olmalı idi. Deməli, hər bir 4-ün də ödəyən şərt elə budur, D variantıdır. Yenə də baxırıq. Saatsazlardan olmalı idi bu. Aha, səhv yazılıb. Sonra 5 heca var burada. Bax, 1, 2, 3, 4 və 5 dənə. 5 dənə saat var, 5 dənə heca var. Deməli, bunu ödədi. Bax, səhv yazılmağı ödədi. Sonra 2 saat uzanmasını ödəmədi. 1 dənə saat uzanır, digər düşür. Cingilti samitlərin sayı kar samitlərdən çox olması. Onu da ödədi, amma gəlib 4 hecalı söhbətini ödəmədi deyə A variantını atıram. Qanuni. Qanun sözündə qanuni var, uzanma deyək, qanuni. 2 saat uzun tələffüz olmağı yoxdur deyə ödəmir. Getdi. Fövqəladə. Fövqəladə yox, fövqəladə olmalı idi. 4 hecalıdır. Özü burada 3 heca var deyə elə ona görə də ata bilərik. 1, 2, 3, 4 dənə. 4 dənə heca var. Bu şərti ödədi. Cingilti samitləri sayı karlardan azdır deyir. Baxaq. Q, L, D. Düzdür. Bu variant da düzdür. Cingilti samitlər çoxdur. Bunu da ödədi. 2 saat uzanır. Bunu ödəmədi. Bir də səhv yazılmağı da ödədi. Bir dənə bunu ödəmədi ki, 2 saat uzanır. Fövqəladədə, fövqəladə. Bir dənə uzun tələffüzü var. Fövqəladə. Fikir verin. Fövqəladə. 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 Gördünüz? Bir dənə uzun tələffüzü var. Amma D-də isə 4 şərtin 4-ünü də ödədi. 2. Tərkibində qapalı sait olmayan sözlərdir. Qayın ata, qapalı sait olmayan elə budur da. Tələffüzdə, qayın ata sözündəki ı düşür. Olur tələffüzü belə. Necə? Qaynata. Tərkibində qapalı sait olmayan deyir də. Bizə onun tələffüzə əsasən baxacaq. Məsələn, bacı oğludur, tutaq ki, bacı oğlu. Belə yazılır da bu. Düzdür? Tələffüzü amma olur belə. Belə. Bacı oğlu. Bəziləri ona bacı oğlu da deyirlər. O yanki rayonlar amma düz demirlər. Bacı oğlu. Aydındır? Belə.
Yəni qapalı sait işlənsə də yazılışda həmin qapalı sait tələffüzə gəldikdə itir, məcbur etməyə. Çünki bu nəyə görə? Mürəkkəb sözdür bu. Baba fikir verin. Qayın ayrı sözdür, ata ayrı sözdür. Qayınla ata birləşəndən sonra qayındakı nə atır? Inı atır. Olur qaynata. Qaynata. Bacı oğulda da bacı bir mürəkkəb sözdür. Oğul da bir mürəkkəb sözdür. Ona görə bacıdakı ı düşür. Olur bac oğlu. Aydındır? Yəqin ki aydındır. Deməli tərkibdə qapalı sait olmayan Gəncəyə. Gəncə sözün köküdür. Ədə yönlük aldı. Düzdürmü? Biz də bilirik ki, yönlük al şəkilcisi necə olur? Gənciyə. Özündən sonra tələffüzdə qapalı saitə keçirir. Aydındırmı? Sonra soyqırımı necə olur? Soyqırımı. Elə qapalı sait vardı bunların tələffüzündə. 3 dənə qapalı sait var. Bu da getdi. İşləməyəcək. Bu da olacaq tələffüzü belə. İşdə bax lıdıya keçir. İşdə ma inkarlı şəkilcisi olacaq belə. Mi şəklində. İşləməyəcək. Sonundakı k-daki nə olur? Xıştırıq kimi olur. İşləməyəcək. Aydındır? Olmaya. Burada da ma inkarlı şəkilcisidir. Olacaq necə? Olmuya. Olmuya. Olmuya gəlirsən adətən belə deyirik də. Ona görə cavabımız A variantı. Daha sonra. Üçdə nə deyir bizə? Cədvəldəki doğru fikirləri müəyyən elə. Şad sözünün sinonimidir. Şad nitq hissəsini ilk öncə tapırıq ki, sinonimini tapasan. Şad necə? Nitq hissəsi olaraq sifət. Düzdürmü? Daha sonra kədər sözü nədir? Nitq hissəsi olaraq kədər nə? Nitq hissəsi olaraq isim. Düzdürmü? Bunu tapırıq. Ondan sonra sinonim tapma rahatdır. Bizə də sinonim lazımdır. Deməli, fərəhli sifətdir. Necə fərəhli? Məmnun. Necə məmnun? Amma sevinç necə demirsən? Sevinç nə? Görsən isimdir. Ona görə ikiləri çıxın. İkilər bizə lazım deyil. 1-3 var. 4-5'e baxırıq ya da 6. İndi kədər nə idi? Nə sualına cavab verdi? İsim oldu. Düzdürmü? İndi bizə də isim lazımdır bu hissədən tapmaq. Bax, qüssəli suala baxın. Necə? Bu oldu sifət. Bizə lazım deyil. Dərdli. Necə? Görsən necə? Bu da oldu sifət. Lazım deyil. Amma qəm. Nə? Gördünüz? Bunu ödədi. Və ona görə 1, 3, 6 cavabımız olur. Biri homonim değildir. Aha. Böyür. Deyir böyür. Üstə düşmək. Yan üstə düşmək. Bir də var böyürmək fiili. Düşür. Homonim olur. Böyürmək nə etmək? Tağ. Aha. Biri var tağ. Məsələn bağdakı tağ. Bir də var ki tağ etmək anlamındadır belə, yəni işarələmək anlamında. Bağ, ayaqqabının bağı, bir də yəni bağ, bostan belə. Bu tağ sözü başqa bir homonimliyi var idi əslində. Hal-hazırda ağlıma gəlmədi. Ağlıma gəlsə bunu qeyd edəcəm. Sonra bulamaq, biri var heyvan quyruğunu buladı, tərpətdi anlamında. Bir də var ki suyu bulamaq, bulaşdırmaq anlamında. İndi şaxta isə vurğusuna görə dəyişən sözdür. Biri var şaxta, 0 dərəcədən aşağı temperatur. Bir də var ki şaxta, xüsusi bir meyvələrin saxlanması üçün və yaxud nə üçünsə bir binadır bu. Ona görə vurğusu dəyişəklə mənası dəyişən sözlər homonim götürülmür. Fikirlərdən hansı yanlışdır? Əgər yəni bunun vurğusuna görə dəyişən hansı ki dəyişir, nə olursa onu yorumlarda yazarsınız. Ki bilərəm ki bilirsiniz. Yəni vurğuya görə homonim olmayan sözləri nə gedirsə. Fikirlərdən hansı yanlışdır? Vətən sözü xitab olduğu zaman vurğusunun yeri dəyişə bilər. Baxaq. Vətən. Gəlirəm. Fikir ver. Vətən burada adi deyirəm. Vətən mənim məsələn anamdır. Məsələn bildirəm sonra düşür. Bir də var deyirəm ki nə deyirəm? Vətən. Gəlirəm. Aha. Bizə də yanlış fikir deyir də. Düz deyir də. Vurğusunu bax. Xitab olduqda hara gəlir? Əvvələ. Bu fikir nədir?
Düzdür. Oxşamaq sözü omonim olsa da qoyun sözü omonim deyil. Oxşamaq sözü omonimdir, bəli. Nəyə görə? Çünki biri var sığallamaq mənasında, bir də var ki, bənzəmək anlamında. Bəs qoyun sözü niyə omonim olmasın ki? Niyə götürmür ki? Bəli, 3 mənası var bunun. 3 məna kimi götürə bilərik bunu. Məsələn deyim sizə. Biri var. Sırf heyvan qoyun, məsələn heyvan kimi. Bir də var qoyun qucaq mənasında. Bir də var deyir meyvəni yerə qoyun. Burada təbii ki omonim olmaz. Siz bu mənanı düşünürsünüzsə, burada təbii ki olmaz. Amma qoyun qucaq mənasında, qoyun heyvan mənasında bunlar omonim olar. Nəyə görə? Omonimlik kökə əsaslanmır. Omonimlik sözün başlanğıc formasına əsaslanır da. Və başlanğıc forması hər ikisində qoyun olduğuna görə omonim olur. Ona görə B variantımız nədir? Yanlışdır. C. Sehirli sözünün hecalarının sayı ilə saatlərin sayı fərqlidir. Bəli. Nəyə görə? Yazılışda nətərdir bu cür? Düzdürmü? Tələffüzü olur belə. Sehir i gəlir ortaya. Sehir ri şəklində tələffüz olunur. Li şəkilsi ri kimi tələffüz olunur. Üstəlik. Sehirdir, mehirdir. Bu sözlərdə i gəlir ortaya. Sehir tələffüzdə. Aydındır. Ona görə bu düzdür. Boşluq sözünün deyilişi ilə yazılışı arasında 2 fərqli məqam var. Baxaq. Bu niyə beləliyir? Boşduq. Bəli. Gördünüz? L-dıya keçdi, q-da x-ya keçdi. Biz də bilirik ki, sonu q ilə bitən sözlər nə olur? X kimi tələffüz olunur milli sözlərdə. Bunun da necə milli olduğunu bilir. Boşdan boşluq şəklində yazılır. L da milli şəkilçimiz olduğuna görə ona görə sondakı q x kimi tələffüz olunur və deyiliş arasında 2 fərqli məqam doğrudur. Bizə də yanlış istəyirdi. Xüsusi isimlərlə ümumi isimlər bir-birini omonimlik təşkil etmir. Bəli. Heç vaxt. Biri var, məsələn, tutaq ki, coşqun, dəniz anlamında coşma. Bir də var, adam adı coşqun. Burada xüsusi isimdir, omonimlik təşkil edə bilməz və s. Belə. 6-cı suala baxırıq. Sözün hər ikisi əsasında klasseri tamamlaya bilən səfərbərlik və yerli. Hər ikisinin tələffüzünü verək. Səfər bər. Uşaqlar yadınıza qalsın ki, bu nədir? Bu mövzu fonetika ilə bağlı. Fonetika ilə bağlı nə istəyirsə sizdən ilk öncə onun nə verəcəksiniz? Tələffüzünü verəcəksiniz. Leksika ilə bağlı nə istəyirsə onu kökə şəkildə ayıracaqsınız. Yəni nitq səsi baxımından da istəsən yəni kökə şəkildə ayıracaqsınız. Cümlə baxımından istədikdə sintaktik təhlili mütləq verəcəksiniz. Yəni belə verin ki, özünüzü çaşdırmayasınız. Aydındırmı? Yerli də ki yer şəklində tələffüz olunur. Yəni bu əsas şərtlərdən biridir. Düzgün tələffüzü vermək. Tələffüzünü verdik. Qarşılığı olmayan samitlə başlayır. Qarşılığı olan deyir. Qarşılığı olandırsa, bəli. Y, bəli. Məsələn, s-nın qarşılığı nədir? Z. Y-nın qarşılığı nədir? X-dırıq. Deməli, bu fikir düzdür. Deməli, düzdürsə, bizə də deyir ki, klasteri tamamlaya bilən fikirlər müəyyən edir. Düzdürmü? Biz bu fikri düz olduğunu müəyyən etdik. Düzdürmü? Düz olduğunu müəyyən etdik deyə biz də bura getirib düz fikirləri qoyacaq. Düz fikirləri. Yanlış fikirləri yox. Əgər bu yuxarıda verilən fikir yanlış fikir olsa, siz də gəlib bura nə edəcəksiniz? Yanlış fikirlər qoyacaqsınız. Yəni ona görə nə etmək lazımdır belə suallarda? Diqqətli olmaq lazımdır, diqqətli. Yəni bu hissəyə, burada yazılanlara baxmaq lazımdır ki, səndən yazılan fikir düzdür, yanlışdır, ona baxmaq lazımdır. Çünki sənə burada demir doğru fikir, səhv fikir, göz fikir versə burada heç nə demir. Burada deyir ki, klasteri tamamlaya bilən. Deməli, birinci fikrin sənin nədir? Düzlə başlayır. Düzlə başlayırsa, hamısı düzlə gəlməlidir. Getdik. Fərqli samit qoşalığı var. Baxaq. Burada qoşa nələr var? R-lar. Burada nə var? Qoşa r-lar. Fərqli deyil axı. İkisində də qoşa r-lardır. Heç bir halda fərqli deyil. Deməli, bu səhv fikirdir. Bizə lazımdır doğru fikirlər. Tərkibdə uzanan saat iştirak edir. Uzanan saat harada var? Baxaq görüm. Varmı?
Səfərbərlik, yerli, heç birində. Bu da səhv fikirdir. Düzdürmü? Ona görə biz bunu da nə edə bilmərik, götürə bilmərik. Deyilişi ilə yazılışı arasında iki fərqli məqam var. Baxaq. Səfərbərlik idi. Mən bunu elədim rih şəklində. Burada oldu iki fərqli məqam. Bəli. Düzdür? Başqa yoxdur ki, yox. Yerlidə yerli şəklində idi. Mən bunu dedim yerli. Burada bir fərqli məqam var axı. İki dənə hardandır. Deməli bu da səhv fikirdir. Düzdür? Yəni biri 2 ədədir, biri 2 yox. Ahən qanuna tabe edir. Ahən qanuna tabe olmaq üçün incənə başlayırsa incənə davam etməlidir. Qalına başlayırsa qalına. Deməli ahən qanunu özü də uşaqlar. Ahən qanununa vurğu, heca elə bir şeydir ki, onlar sözün tələffüzünə yox, yazılışına baxırıq. Bax, yazılışa baxırsınız ahən qanununa. Aydındırmı? Yazılışa. Deməli düzdür bu fikir. Tərkibində qarşılığı olmayan samit var. Qarşılığı olmayan samit nədir? L, M, N, R və H samiti. Düzdür? Qarşılığı olmayan samit, qarşılığı olmayan samitlər, sonra qarşılığı olmayan 2 dənə R və s. Belə fikirləri isə tələffüzə baxırsan. Bunlar da düz idi. 4 və 5 bizim cavabımız. Bir də deyirəm uşaqlar. Sözün yazılışı üzərində gedən proseslər, yəni fonetikaya görə, yazılışı üzərində gedən proseslər ahən qanunu, vurğu və hecadır. Yəni vurğuya görə, ahən qanununa görə, hecaya görə baxacaqsın yazılışa. Qalan bütün məqamları səndən nə istəyirsə onun tələffüzünə baxacaqsan. Aydınmı? Ona görə mən sizə deyirəm ki, sözün ilk olaraq tələffüzünü verin. Düzgün tələffüzünü verin. Ondan sonra rahatdır. Yəni qalan şeylərə baxmaq. Getdim sonra. Deyilişi yazılışı fərqlənən omonim olmayan söz. Deyilişi yazılışı fərqlənən. Birinci onu tapırıq. Fərqlənən sözləri. Buruq olur. Sonu qına bitən söz x olur demişdim. Bu bu fərqləndi. Qalsın. Relyefdə heç bir fərq yoxdur axı. Relyef. Ona görə atıram. Sonra da sağ sözün niyə fərqlənsin? Tək hecalı sözdür. Esse niyə fərqlənsin? Heç nə. Orqan fərqlənirmi? Fərqlənmir. Belə yazılışı fərqlənmir, amma vurğu cəhətdən fərqlənir. Məsələn, vurğu cəhətdən fərqlənə bilər. O da omonimə görə götürülür. Belə yoxsa fonetikaya görə yanaşsaq, çünki bizə omonim deyir də. Omonim deyir. Omonim cəhətdən yanaşsaq, deyiliş və yazılış arasında fərqi var. Amma fonetikaya görə yanaşsaq, yoxdur. Neysə, deyiliş və yazılışı fərqlənən omonim olmayan sözdür. Aha. Bax, buruq. Buruq burada nədir? Deyiliş və yazılışı fərqləndi və omonimdir. Düzdür? Məsələn, buruq saç anlamında. Bir də var ki, məsələn, neft buruqları belə deyək də. Amma orqan isə vurğuya görə deyiliş və yazılışı fərqlənir, amma omonim deyil. Mən demişdim axı vurğuya görə fərqlənən sözlər, məsələn, tutaq ki, nə idi? Məsələn, bir dənə söz deyim sizə. Elə bir ki, şaxta sözü. Şaxta. Şaxta və şaxta sözləri. Bunlar da vurğuya görə fərqlənir, amma omonim deyil. Hər bir şeyi ödəyir. Amma bir dənə omonim olmamağı ona görədir ki, vurğuya görə fərqlənir. Vurğuya görə fərqlənməli deyil. Aydındır mı? Belə. Yəni omonim vurğuları da eyni hecada olmalıdır. Deyiliş və yazılışı eyni olmalıdır belə. Bir cədvələ uyğun deyil. Ağız açmaq frazeoloji birləşməsi xahiş etmək mənasındadır. Düzdür də. Bizə də uyğun deyil deyir. Hələ A variantı çıxır. Yine baxaq. Başa vurmaq omonim frazeoloji birləşmədir. Başa vurmaq. Həm düzdür, həm yanlışdır. Həm düzdür, həm yanlışdır. Yəni bu kontekstə görə dəyişir. Məsələn, tutaq ki, məsələn deyirəm də, elədiklərini başa vurdu. Məsələn, universiteti başa vurdu, yəni bitirdi anlamda. Və yaxud da ki, kitabları başa vurdu. Bu da həqiqi mənada frazeoloji birləşmə deyil də. Ona görə bunlar düzgün cəhətdən yanaşıb yenə də düzgündür. Bunu çıxa bilərəm. Çünki bu həm doğru, burada yazsaydı ki, düzgündür və düzgün deyil, yəni doğru götürə bilərdik. Hava və 80 sözləri omonimdir. Bəli, rəqs havası. Bir də ki, bildiyimiz hava. 80 sözü isə say olaraq, bir də 80mək, qorxmaq anlamında feildir və omonimdir, ödəyir. Yığcam sözünün sinonimi lakonikdir. Bəli, doğrudur. Lakonik danış, yığcam danış deyirlər.
Bu da getdi. Könlünü oxşamaq filozofya birləşməsinin antonimu qanı qaralmaqdır. Bəli. Bəli, yox. Könlünü oxşamaq, yəni ələ almaq anlamındadır. Antonim niyə qanı qaralsın ki? Ona görə yanlışdır. Cavab A variantı. 9. Yazılış baxımından məntiqi ardıcıllığı tamamlaya bilən bəndi. Neştər. Yazılış baxımından. Aha. Baxaq. Nəbatat, nəqqaş. Neştər, yəqin ki. Nəbatat, nəqqaş. Nəqqaş. Belə olmalıydı da bu, düzdürmü? Aha. İndi bizdən nə deyir? Bizdən deməli səhv yazılıb. Düz yazılıb və səhv yazılıb. Tezdən nə istəyir? Düz yazılıb. Əlbəttə ki, negativ. Olar da cavab. Düzdür? Nəyin ki narmanazik yox, nərmanazik olmalıydı. Nərmanazik. Sonra nəqliyyat 2 sonra nəşriyyat 2 dənə y. Burada da nəyin ki də y olmur. Nəyin ki. Vəssalam. Cavab B. Leksin mənası düzgün izah olunmayan sözü müəyyən edin. Deməli, tənə, bəli, danlaq, məzəmmətdir, düzdür, məxfi gizlidir, lətafət, incəlik, zəriflik, tərxis, hərbi xidmətdə buraxılma. O təxris deyirdilər, bəzilərə vaxtda bizə deyirlər ki, təxris oldu. Əslində bu tərxismiş, yəni biz bilmirdik o vaxtda. Tərxisdir, bəli, təxris yox. Legal isə üstünlük demək deyildi, cavab E variantı. Getdik, mətnlər üzərinə baxırıq. Pip mətn üzərində, yəni ki mətni oxumusunuz və oxumayanlar üçün belə qoyaq mətni, tanış olsunlar. Biz davam edək. Mətn əsasında hansı sualın cavabı müəyyən etməlidir? Qaranquşu ilk dəfə kim gördü? Bir dəqiqə, baxaq. Bacım, düzdürmü? Bacım getirdir. Aha, o görmək söhbəti, gözlə, burada gördüm. Ağacda bir qaranquş gördük. Hələ budur. Bir yerdə görüblər. İlk dəfə kim görüb söhbəti? Aha. Qaranquşun hansı qanadı yaralanmışdı? Sağ qanadı. Pip nə üçün kədərli idi? Sındığına görə ayağı, qanadı. Uşaqlar nə üçün qəfəsin üstündə parça ilə örtürdülər? Uşaqlar nə üçün qəfəsin üstünü parça ilə örtürdülər? Yırtıcı quşlar gəlməsin deyə. Düzdürmü? Baxaq görüm. Məncə elə olmalıdır. Baxaq. Baxaq. Rahat yata bilsin deyə. Həkim quşun qanadının barədə nədir? Həkim yox, bana anası bax, özləri bax, nə həkim. Mətnə əsasən müqayisə cədvəlindəki doğru fikirləri nə edəcəyik? Müəyyən edəcəyik. Quşun yaralarını sarıyır, doğrudur. Quşa qəfəs alır, bu barədə məlumat var idi? Yox, düzdürmü? Sonra uşaqlar quşun sarğısını kəsirlər, xeyr. Ağacın budağında qaranquşu görürlər, doğrudur. Daha sonra zibil qutusunun yanında quş tapır. Ana yox, uşaqlar tapır da. Ona görə cavab B variantı. 13. Mətn əsasında yanlış fikri müəyyən edin. Hadisələr isti günlərdə başlayır. İsti günlərdə, bəli. Evdə pambıq və sarğı var idi. Aha. Pip ilk dəfə qəfəsdən çıxandan sonra geri qayıdır. Düzdür. Geri qayıdır, yəni göstərir özünü uşaqlara, burada var. Sonra quş sağalsa da qanadında yara izi qalmışdı, düzdür deyir. Onu qanadından tanıyırlar. Uşaqlar axşamlar quşu qəfəsdən çıxarırdılar. Yox, yanlışdır. Əvvəldə ərəb rəqəmi yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir? Baxaq. Bir də bacım Jane ilə məktəbdən evə qayıdırdıq. Burada həqiqilik, məcazilik var? Yox. Bir əli biri götürə bilərəm. Birdən küçənin ağzı məcazidir. Çıx. 3.
Ya, tez gedib çəkməcədən onları getirdim. Burada yoxdur məcazı. Quşun qanadını ehtiyatla təmizləyib sarıdı. Burada da yoxdur. İkiləri çıxardan yaxşısı biz hələ ki. Aha. Sonra 3 yox idi. 4-də də yoxdur. Bir də 5-ə də baxaq. Varsa 5 var. Bu dəfə pip qanadlanıb bir qədər uçdu və gözdən itdi. Gözdən itmək məcazıdır. Deməli 1, 3 və 4 cavabımız. Tünd qara hərflə verilmiş sözün sinonimini müəyyən edəcək. Tünd qara hərflə verilmiş sözümüz nədir? Hardadır o? Çəkməcə. Çəkməcə. Deməli tünd qara hərflə verilmiş sinonimini müəyyən edəcək. Taxt. Çəkməcə nə? Çəkməcə isimdən nə? Aha. Sözün sinonimini müəyyən edin deyir də. Taxt yox, rəf deyil, şkaf deyil, dolab da deyil, siyirmət də. Əlbəttə ki, çəkməcə nədir? Siyirmət, çəkməcə. Çəkirsən, siyirirsən, gətirirsən qabağa, yəni belə olur. 16. Mətndə nöqtələrin yerinə yazıla bilər. Mətndə nöqtələrin yerinə baxaq. Hansı nöqtələrin yerinə? Hə, bu nöqtələrin yerinə elə. Baxırıq. Tənbəllik etmirik, ona yaxşı qulluq edirik. Baxaq. Anamın narazılığına baxın, narazı deyil də xanası. Bayırda qar yağsa da deyir. Bayırda qar söhbəti yox idi axı orada. Var idi, yox. İsti hava günləri, günəşli bir iyun günü idi. Qar nə gəzir? İndi Hindistanda ola bilər təbii ki. Dərslər yeni başlasa da, yox, iyunda dərs başlayır ki, yeni. Havalar çox sayıq keçsə də iyunda hava soyuq, o dərəcədə yox. Havalar çox isti olsa da, bəli, ödəyər. Havalar çox isti olsa da tənbəllik etmir ona yaxşı qulluq edirdik. Mətndə səbəbini müəyyən etmək mümkün deyil. Nəyin? Baxırıq. Uşaqların zibə qutusunun yanına getməsinin səbəbi nə idi? Baxaq. Həndə quşu görürlər deyə gedirlər də. Elə də məncə baxaq. Zibil qutusunun yanında quş səsi gəldi. Hə, quş səsi gəldiyinə görə gedirlər də. Aha. Uşaqların sevinməsinin səbəbi quşu görmələri getmişdi, sonradan gəldi axı. Uşaqların həyətdə axşamadək gözləməsini, yenə də quşu buraxdılar, quşu gözləyək ki, gəlsin. Quşa Pip adının verilməsinin səbəbi nədir ki? Heç nə, o barədə məlumat yox idi axı. Uşaqların darıxmasının səbəbi də elə quş idi. Quşa görə. 18. Mətnə əsasən ehtimal oluna bilər. Quşlar yaxşılığı unutmaya bilir. Elə bu ola bilər də. Yenə də baxaq, davam edək, bəlkə səhv edirik. Ailə üzvləri məktəbə birgə gedə bilir. Bəli, uşaqlar bacı-qardaş gedir. Pişiklər quşları yaralaya bilər. Aha, pişik yaralamışdı da elə. Elə deyildi. Bax. Baxaq. Yox, o barədə məlumat yox idi. Pişiklər quşları yaralaya bilər. Mətnə əsasən deyir deyə, mətnə əsasən bu yoxdur. Valideynlər pişikdən danışmır deyə, yəni. Valideynlər quşlara qayğı göstərə bilir. Bəli, bu barədə məlumat var idi. Qaranquş çörək qırıntılarını yeyir. Bu fakt idi. Ehtimal isə quşlar yaxşılığı unutmaya bilər. A variantı. 19. Çərçivədə verilmiş neçənci abzasının sonuna əlavə edilsə, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz. Quş ağrıdan çırpınırdı. Çox narahat görünürdü. Biz onun halını görəndə əlbəttə ki, birinci abzas olardı. Yəni bu elə birinci abzasdadır da. Fikir ver də. İlk dəfə quşu tapıblar da, ilk dəfə. Birdən küçənin ağzında qaranquş vardı. Tez qanadlarını uça bilmirdi. Birinci abzasda. Sonra əsasında da deyir. Deyirsən ki, məhz birinci abzası quşun ilk dəfə ağır vəziyyətə düşməsindən danışılır. Deməli, ananın quşa yazığı gəlir, səbəbi nəticədə neyir? Ona yardım göstərir. Uşağı pambıq damcı göndərir və yaxud da ki, yaranı sarır. Yarasını sarır. Yarasını sarır. Aha.
Sonra uşaqlar axşama qədər həyətdə gözlədilər. Səbəbi Pipin uçub getməsi idi. Pipin uçmağı idi. Pipin uçmağı. Yəni uçub getməyi, Pipin uçub getməyi orada səbəb idi. Yəni buraxdılar Pipi, gözlədilər sonra. Belə getdi digər mətnə. Əjdahalar əslində olubmu? Mətni oxumaq istəyənlər oxusunlar təbii ki. Davam edək biz indi. Saxlayıb videonu da oxuya bilərlər kim istəsə. Mətnə və cədvələ əsasən uyğun fikirləri müəyyən elə. Miflərdə qanadlı at da təsvir edilir. Aha, düzdür. Sfinks. Baxaq. Deyə tapacağım sizə. Becərik. Miflərindən bir əjdaha 9 başlı. Qanadlı atın köməyi ilə. Gördünüz? Aha. Azərbaycan nağıllarında Ximera adlı əjdaha çayın qabağını keçirdi. Ximera Azərbaycanda Ximera deyildi axı. Ximera idi elə. Xaricilərdə idi, Yunanlılarda idi. Bizdə adəti yoxdur. Getdi, ikiləri çıxınız. Sərvətləri qoruyan nəhənglərin içərisində yüzgözlü əjdahalar var idi. Bəli, düzdür. Baxın, buradadır həmin hissə. Baxın. Neyi qoruyurdu? Çayın qabağını kesib, Azərbaycan xanında əjdahadan gözün. Aha, burada var. Yəni bu düz fikirdir. Sonra əjdahalar qorxulu olduqları üçün yalnız şər qüvvələri təmsil edirdilər. Baxaq. Əjdahalar bir qayda olaraq nağıllarda şər qüvvələrin bir aləti kimi təsvir olunmuşdur. Əjdahalar qorxulu olduqları üçün yalnız şər qüvvələri təmsil edirlər. Əjdahalar, burada nə deyir? Əjdahalar bir qayda olaraq nağıllarda şər qüvvələrin bir aləti kimi təsvir olunmuşdur. Bax, burada belə bir şey var idi mi? Deyək ki, burada fikir təksib edilir. Yalnız bəzi nağıllarda insanların tərəfinə keçib onların döyüşdə bəladan xilas edir, qoruyurlar. Ona görə bu fikir yanlışdır. Ona görə çıxır D variantı cavabımız. Orada təksib edirik onu. 22. Mətndəki məlumatlara əsasən klassiyaya tamamlaya bilən fikirdir. Hidra, sayısı hesabsız gözəl qızın qənimi idi. Baxaq, düzdürmü o? Hidra. Hidranın şöhrəti geniş yayılmış olaraq sayısı hesabsız gözəl qızın qənimi idi. Bəli, bu doğru fikirdir. Doğru fikirdir deyə, bir yaxki cədvəldə deyə, dil qaydasında olandan. Bu doğru fikirdir deyə, mən də nə edəcəm? Doğru fikirlər üzərindən davam edəcəm, düzdürmü? Qədim Yunan miflərinin personajı idi. Bəli, düzdür. 9 başlı idi. Bəli, bu da düzdür. İlk dəfə Kolumb tərəfinə görülüb, yox. İnsanlar tərəfinə keçmişdi. O Hidra deyildi, yox. Qızıl qoyun dərisini qoruyurdu, yox. O Azərbaycan nağıllarında cavab çıxır. 1, 2. Heç burada 5 ilə bağlı heç yox idi. 23. Mətnin plan bəndlərinə aid edilə bilməz. Əjdahaların nağıl qəhrəmanı olması var. Orada birinci göstərdim az öncə. Deyib orada. Deyib bu hissədə. Yunan miflərində əjdahalar ola bilər. Əjdahaların çayın qarşısını kesməsi, Azərbaycan nağıllarında var idi. Kolumbun səyahətinə mane olan əjdahalar, əjdaha deyildi, yer altında nəsə var idi, yəni suyun altında.
Mağaraların əjdaha yuvası olması yox. Bu barədə də elə bir şey yox idi. Ona görə çıxır A variantı. 24. Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur. Döyüşçülərin məqsədləri. Döyüşçülərin məqsədləri. Aha, düzdür. 2. İnsan yaranana dək mövcud olan varlıqlar. Aha, düzdür. Çünki deyir insan yaranandan sonra məhv olub getmişdir. Rus xalqlarında Rus xalq dastanında əcdahanın öldürülməsi yox, bu barədə məlumat yoxdur. Üçləri çıx. Mətndə bu haqda məlumat yoxdur. Əfsanədə insanların bəlaya düşməsi var, məlumat. Əcdahaların bir-biri ilə müharibəsi yoxdur burada məlumat. Cavab çıxır ona görə E variantı. 25. Hansı fikir mətndə əksini tapmamışdır? Bellerfon atının köməyi ilə Pegas adlı əcdahanı öldürür. Bellerfon atının köməyi ilə Pegas adlı əcdahanı öldürür. Herakl deyir də yəqin ki. Pegas adlı qanadının adı ilə Bellerfonun döyüşçü Bellerfon öldürür. Onu Pegas adlı qanadlı atının köməyi ilə gənc döyüşçü Bellerfon öldürür. Bu nə deyir burada? Bellerfon atının köməyi ilə Pegas adlı əcdahanı öldürür. Xeyr. Pegas adlı əcdahanı yox. O Hidranı öldürür. Ximeranı öldürür. Ximeranı öldürür. O da Bellerfon atının köməyi ilə öldürür. Bu yanlışdır burada. Əjdaha personajı əksər dünya xalqlarının ədəbiyyatında olub, düzdür. Mifə görə əjdahalar bir-birini öldürən Herakldır, birini öldürən düzdür. Əjdahalar yalnız çayın qabağını kəsmirdi. Aha, düzdür. Əjdahalar insanlardan nələr isə istəyə bilirdilər. Baxaq. Hə, deyir ki, burada var da Azərbaycan nağıllarında baxın. Xalqdan kəsib xalqdan istədiyini alırdılar. Bu da var. 26. Qara hərf verilmiş birləşmə hansı ifadə ilə əvəz edilsə məcazi mənalığını qoruyar? Qara hərflə verilmiş ifadə. Görkəmlərində adamın canına üşütmə düşür. Qorxur anlamında da. Dur, pəyəqdən üşütmür ki. Aha. Məcazi mənə olur. Heyecanlanar, yox. Məcazi mənə qorunmaq üçün frazalar birləşmə olmalıdır. Canlı vəlvələ düşər. Düzdür. Narahat olar, yox. Tükləri biz durar. Aha, düzdür. Qorxar. Bərk qorxmaq, yox. Cavab çıxır elə A variantı. Daha sonra 27-ci sual. Üzərində rəqəm yazılmış sözlərin mətnindəki mənasını hansı bənddə düzgün şərh edilmişdir? Baxaq. Üzərində rəqəm yazılan sözlərə baxaq birinci. Personaj. Daha sonra mif. Daha sonra başqa var mı? Var. Okean. Başqa var mı? Yoxdur məncə. Bizə nə istəyir? Var imiş. 4-də var imiş. Harada mı? Prototip. Aha. Deməli, bizə nə deyir? Düzgün şərh edilmişdir. Müxtəlif mövzularda satirik və ya humoristik rəsm obrazı 27 götürüb. Personajı. Yox, personajlar orada belə deyək də əsərlərdə yer alan obrazı kimi götürülür. Amma burada nə deyir? Satirik və humoristik rəsm obrazı. Rəsm obrazı yox, şəxs kimi. Fantastik elementləri özündə əks etdirən ədəbi janr. 2-ni verib. Nəyə? Miflər. Aha, fantastik. Bəli, doğrudur. Dünya sularının quruya çox daxil olmuş, lakin dənizlərə sərbəst əlaqəsi olan hissəsi. Baxaq. 3 dənə deyim. Söz. Okean. Dünya sularının quruya çox daxil olmuş, lakin dənizlərlə sərbəst əlaqəsi olan xeyr, elə şey var ki, dənizlərlə sərbəst əlaqəsi yoxdur. Elə okeanlar var ki, yəni elə dənizlər var ki, okeanlarla sərbəst əlaqəsi yoxdur. Nə dəxli var bunun? Bir obrazın əsasında dayanan real varlıq. Bəli, prototipi demişdim də keçən dəfədə. Ona görə 2-4 C variantıdır. 28. Mətn əsasının səbəbini müəyyən etmək mümkündür. Aha.
Əjdahaların təsvirlərinə baxanda insanın canına üşütmə düşməsinin səbəbi, çünki vahməli idilər, qorxulu idilər, ağızlarına od buraxırdılar. Əjdahaların olduğu məkanda yerin titrəməsinin, çünki nəhəng idilər, gəzəndə yeri titrədirdilər. Əjdahaların insanların tərəfinə keçməsinin səbəbi var idi? Yox. Sonra nə deyir? Dənizçilərin tanınmadıqları yerlərə səfərdən çəkinməsinin səbəbi nə idi? Qorxulu heyvanlar, yəni yer altında nə gəldiyini qorxurdular ki, buradan yəni nəsə çıxa bilər də. Dinozavrla məhv olmasının səbəbi bilinmir, təbiət hadisəsidir. 29. Mətndə nöqtələrin yerinə uyğun ifadəni yazmaqla neyləyin? Mətni tamamlayın deyir. Baxaq da tamamlayaq. 24 nöqtələrin yerinə. Nöqtələrin yerinə deyir də. Hardadır nöqtələrimiz? Nöqtələrimiz hardadır? Şöhrəti geniş yayılmışdır və yaxud da ki nə bilim Hidranın şöhrəti geniş yayılıb, geniş səs salıb, nə bilim, necə belə səs salıb, yayılıb. Hidranın şöhrəti, nə bilim, məşhurlaşıb, nə bilim, məşhurluq və s. belə. 30. Altına xətt çəkilmiş cümlədəki fikirlə ziddiyyət təşkil edən fikir. Altına xətt çəkilmiş cümlədəki fikirlə. Altına xətt çəkilmiş cümlədəki fikirlə. Əjdahalar bir qayda olaraq nağıllarda şərq və kimi təsvir olunmuşdur. Dedim burada da ki, nə deyir? Bəzən insanların tərəfinə keçə bilirmiş. Deməli, nə deyir? Cümləyə ziddiyyətli fikir təşkil edən fikir. Həmin şeyi yazırsan, gəlirsən bəzən insanların tərəfinə keçə bilir, nə bilim, nə o cümləni gəlib yazırsan, onları bəladan qoruyur. Məsələn, bu cümlə var. Lakin bəzi nağıllarda, elə idi də orada, yəni o, lakin bəzi nağıllarda əjdahalar insanların tərəfinə keçib, onları düşdükləri bəladan xilas edib qoruyub. Düzdürmü? Gətirib indi deyir, nə deyir? Fikrin əsaslanma. Əsaslanma desək, çünki bir cümlədə əjdahaların bir qayda olaraq ancaq şər qüvvələri təmsil etdiyini deyir. Digər bir cümlədə isə insanlara kömək etməsində bəhs olunur. Ona görə fikir arasında nə var? Ziddiyyət var. Birinci sınağın izahı bu qədər yəqin ki, hər şey aydın olmuşdur. Əlavə sualınız olsa şərhlərdə yaza bilərsiniz.